Cənnətin bir hədisdə gəlir ki, cənnətin 8 qapısı var. Yəni qadın 5 vaxt namazını qılırmı? Müsəlman qadın qılır. Ramazan orucunu tuturmu? Tutur. İffətini qoruyurmu? İnşallah ki, qoruyur. Deməli, ən çətin məqam artıq qadına nədir? İtaət məqamıdır. Ən çətin qadını, yəni cənnətə girməsinə ən çox mane olan nədir? İtaətdir. Yəni itaatsizliyi, ərinə itaatsizliyi. Yəni baxın, ərinə itaatsizliyi onu, yəni cənnətin hansı qapısından istəyirsənsə daxil ol sözündən məhrum edir. Yəni bir dənə bu itaatsizlik. Çünki müsəlman qadın bildiyimiz kimi, yəni mömin qadın namazını da qılır, orucunu da tutur, iffətini də qoruyur. Sadəcə ona qalan nədir bir dənə? İtaət. Ona görə, yəni qadının cənnətə daxil olması belə asandır. Allah Teala onlar üçün bunu asanlaşdırıb. Və qadınlar Peyğəmbər sallallahu aleyhi və səlləmdən cihad etmək barəsində soruşanda Allah elçisi sallallahu aleyhi və səlləm buyurur ki, onların cihadı həc və ümrə ziyarətidir. Yəni baxın, yəni qadın, yəni müsəlman bir qadın həc və ziyarətində olur, həc və ümrə ziyarətində olur və bununla cihad etmiş kimi savab qazanır. Bununla cihadda olmuş kimi savab qazanır. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur ki, İnna Allaha la yanzuru ilə imra'atin la təşkuru li zəvcihə. Deyir ki, Allah Teala ərinə şükür etməyən qadının üzünə baxmaz. Allah Teala ərinə şükür etməyən qadının üzünə baxmaz. Yəni üzünə baxmaz nə deməkdir? Yəni qiyamət günü Allah Teala möminləri təmizə çıxaracaq. Onların günahlarını əfv eləyəcək. Onların günahlarından keçəcək. Onların dərəcələrini qaldıracaq. Bunların hamısı bura daxildir. Ki Allah Teala ona tərəf baxmaz. Ona tərəf yönəlməz. Ona əhəmiyyət verməz. Aydındır. Yəni və hiyə la təstəğni anhə deyir. Və deyir ki, o onsuz, yəni onsuz qala bilməz. Yəni hər bir qadına, hər bir müsəlman qadına ərinə şükür etməsi vacibdir. Ərinə şükür etməsi vacibdir ki, yəni hər bir halında onun onunla olan həyata, onunla olan yaşayışa, onunla olan dinə, imana, hər bir şeyə şükür eləməlidir. Və müsəlman qadının ən böyük əxlaqındandır ki, ərinin haqqını qoruması. Müsəlman qadının ən böyük tərbiyəsindəndir ki, ərinin haqqını qorusun.